Allahla necə ünsiyyətə girə bilərsən? Ya namaz ya da duadır, düzdür qardaş? Ya namaz ya da duadır da. Duada Rəbbini çağırırsan, Rəbbə ehtiyacları ərz edirsən, Allahla danışırsan, onu eşitməsən də. Onun cavabını eşitməsən də, amma sən Allahla danışırsan da. Ya sən danışırsan, lakin cavabı eşitmirsən. Namaz da elədir. Sən namazda danışırsan Allahla, cavabı eşitmirsən, amma Allah sənə cavab verir sənin namazında. Gör, namaz insanın cənnətə girməyinə səbəbdir. Amma hansı namaz? O namaz ki, onu gözəl şəkildə qoruyursan. Bizim üçün ən dəyərli vallahi bizim namazımızdır. İnsan salih əməllərindən gözəl dost ola bilməz, bu həyatda yadda saxla. Qəbirdə də səninlədir, qiyamət günü də səninlədir. Lakin dostların səninlə deyil, ailən səninlə deyil. Nə qəbirdə, nə qiyamət günü. Qaçacaqlar. İnsanın qəbirdə onu mühafizə edən nədir qardaşım? Namazlarıdır, dualarıdır, sədəqələri, düzdürmü qardaş? Qiyamət günü harda kölgələnəcəksən? Ya Rəbbinin ərşində ki, sədəqə verdiyin sədəqələrin kölgəsində. Salih əməllər sənin üçün nədir? Dayaqdır, yardım, köməkdir. Və bu salih əməllər üçün namaz da bu namaza qiymət vermək, dəyərləndirmək, qorumaq lazımdır. Hər şeydən əzizdir bu namaz bizim üçün.